Muaviyə radiyallahu anh üstüdür, yoxsa Əli radiyallahu anh? Əlbəttə bizə görə Əli ibn Əbi Talib üstündür. Əfzəldir Muaviyyədən. Muaviyyə Əliyə çatmaz axı. Əli ibn Əbi Talib Ömər ibn Xattabın qaynatasıdır. Əli ibn Əbi Talib Ömər, Əbu Bakır, Osmanın atasıdır. Ayşənin atasıdır. Övladları olub axı. Çoxsu bunu bilmir. Əli ibn Əbi Talib Əbu Bakıra beyət eləyəndi 2 dəfə. Bir dəfə öz aralarında, 2 dəfə münafiqlərin ağzını yummaq üçün. Əli ibn Əbi Talib Ömərə beyət eləyən şəxsdir. Əli ibn Əbi Talib Osmana beyət eləyən şəxsdir. Əli əfsəldir, təbii, Əli əfsəldir. Demək olmaz, səhvdir. Demək, hətta bunu müzakirə eləmək. Hansı əfsəldir, Muaviyyə yoxsa Əli? Müzakirə eləmək səhvdir. Əlbəttə, Əli əfsəldir. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nu daim ala a'daihim ecma'in. Tez-tez özünü cəmaata güldürən və qarşısındakını, öz əxlərini axmaq yerinə qoyub, ağzından nə gəldi danışan bir vəhabinin yeni bir videosu qabağıma çıxıb, yəni yeni qabağıma çıxıb daha doğrusu. Sual verirlər ki, Muaviyyə əfsəldir yoxsa İmam Əli əleyhissalam? Deyir, əlbəttə ki, İmam Əli əleyhissalam və güya əfsəliyyətinin səbəblərini sayır. Əlbəttə, İmam Əli əleyhissalam ilə Muaviyyəni müqayisə eləməyin özü belə zülümdür. Fəzilətli insanları müqayisə eləyərlər ki, bu da fəzilətlidir, bu da yaxşı, hansı əfzəldir? Bilirsiniz də, əfdal, yəni ən fəzilətli, əf'alü təfdildir. Yəni üstünlük dərəcə. Biri var üstün, bir də var daha üstün. Bir var mühim, bir var daha mühim. 2 nəfər fəzilətli olsa müqayisə eləyərlər ki, bu ondan daha fəzilətlidir. Muaviyyənin fəziləti mi ki var? Hətta deyəsən ki, məsələn, hansının fəziləti üstündür. Burada heç ehtiyac da görmürük ki, İmam Əlinin əleyhissalam Peyğəmbər onun haqqında dediyi hədisləri gətirək burada, sübut eləyə göstərək ki, ilə məşəallah sünni şiə mənbələrində, səhih mənbələrində doludur. Heç ehtiyac yoxdur. Mənim istədiyim bu şəxsin öz tərəfdarlarını necə axmaq yerinə qoymasını çatdırmaqdır. Bax, deyir ki, Əli əleyhissalam Muaviyyədən üstündür. Niyə? Çünki Əli Ömər ibn Xattabın qaynatasıdır. Yəni, qaynatalıq bunun ağlına görə üstünlüyə dəlalət eləyir. Sonra deyir ki, Əli əleyhissalam Ömərin, Əbu Bəkrin, Osmanın, nə bilim, Ayşənin atasıdır. Yəni, onun bu adlı övladları olub. İndiyə qədər də sübut elə bilməyiblər ki, bu adları məhz ona görə qoyub. Əksinə biz dəfələrlə göstərmişik öz kitablarına istinadən ki, bu adları onlara görə qoymayıb. Bu adda nə qədər sahabilər olublar. Amma ad qoymağa gəldikdə isə yaxşı elə sual meydana çıxır ki, niyə Muaviyyənin oğlunun adı Yəziddir, Ömər deyil, niyə Osman deyil? Yəni, ad qoymaq sevgiyə dəlalət edirsə, onda Muaviyyə onda Öməri sevməyib, Əbu Bəkri sevməyib. Niyə onların övladlarının adı Əli deyil, məsələn, Ayşə deyil? Yox, Ömər, Ayşə, Əlidirsə, onda niyə onu ayırırsan, deyirsən ki, Əli üstündür, çünki övladların adı filan kəsdir. Ümumiyyətlə, İmam Əlinin əleyhissalam əhl-i beytin borcu deyil Əbu Bəkr Öməri sevsinlər. Onların borcudur Peyğəmbər və əhl-i beyti sevsinlər, namazda onlara salam deyirlər. Onların borcudur ki, əhl-i beyti sevsin. Hətta onların öz övladlarının belə adları Əli olmayıb əleyhissalam və yaxud da övladları Abdullah ibn Ömər olub, Ubeydullah ibn Ömər olub. Ubeydullah ibn Ömər hətta Siffeyndə İmam Əliyə əleyhissalam qarşı çıxıb və öldürülüb. Biz bunu dəlillərlə gətirib göstərmişik. Abdullah ibn Ömər beyət eləməyib hətta İmam Əliyə əleyhissalam. Yaxşı, niyə onlar özlərinin adları, özləri bir yana qalsın, övladlarının adları niyə Əli deyil məsələn, əleyhissalam? Niyə beyət eləməyiblər, niyə sevməyiblər İmam Əlini əleyhissalam? Niyə düşmənçi deyiblər əhl-i beytlə? Sonra deyir İmam Əli əleyhissalam Əbu Bəkirə beyət eləyəndir. Baxın, qaynata söhbətinə gəldikdə isə əvvəla buna isbata ehtiyac var. Bu isbata ehtiyaclı məsələdir. Gətirin öz əvvəl kitablarınızda, Buxarisində, Müslimində, digər musnədlərdə gətirin, isbat eləyin görək belə bir izdivac baş tutub yoxsa yox. Baş tutubsa necə baş tutub? Şiə mənbələrini gətirin, sünni mənbələrini gətirin, isbat eləyin görək nə baş verib, necə olub bu? Hətta fərz eləsək ki, baş tutub bu izdivac. Məgər qaynata olmaq fəzilətə dəlalət eləyir? Ona qalsa Ömərlə Əbu Bəkir Peyğəmbərin qaynatasıdır. Yəni İmam Əli əleyhissalam Ömərin qaynatasıdır. Bu üstünlüyə dəlalət edirsə, Ömərlə Əbu Bəkir Peyğəmbərin qaynatasıdır. İmam Əlidən də əleyhissalam üstün bir şəxsin, Ömərdən də üstün bir şəxsin qaynatasıdır. Amma həmin qaynatalar haqqında İmam Əli əleyhissalam nə deyir? Yalancı, fasiq, vəfasız xain. Baxın, Sahih Müslim kitabında 1757 rəqəmli rivayətdir. Burada Ömər deyir ki, Abbasa və İmam Əli əleyhissalam deyir ki, فَلَمَّا تُوفِيَ رَسُولُ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمْ قَالَ أَبُو بَكْرٍ أَنَا وَلِيُّ رَسُولِ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَآلِهِ.
Peyğəmbər dünyadan gedəndən sonra Əbu Bəkir deyir ki, mən Allah Rəsulunun vəlisiyəm. Siz ikiniz gəldiniz mirası tələb etməyə. Abbasa deyirsən, qardaşının oğlundan olan mirası tələb elədin. Və İmam Əli əleyhissalam öz xanımın atasından Peyğəmbərdən qalan mirası. Və Əbu Bəkir dedi ki, Peyğəmbərlər üst qoymurlar. Bunu deyəndən sonra deyir, fərəeytuməhu kəzibən, əsimən, qadirən, xaina. Siz Əli və Abbas, Ömər deyir onlara, Əbu Bəkiri yalancı, günahkar, xain və fasiq hesab etdiniz. Deməli, Əbu Bəkir deyir, mən Allah Rəsulunun vəlisiyəm və Peyğəmbərlər üst qoymur, onu yalancı görürlər. Deməli, yalan danışır. Sonra Ömər deyir ki, Əbu Bəkir vəfat elədi, mən Allah Rəsulunun vəlisiyəm və Əbu Bəkirin vəlisiyəm. Rəeytuməni kəzibən, əsimən, qadirən, xaina. Məni də yalancı, fasiq, xain və günahkar gördünüz. Deməli, İmam Əli əleyhissalam Peyğəmbərin iki qaynatasını yalancı, günahkar, xain və fasiq hesab edir. Vəhabilərin alnına bir ləkə kimi yapışıb bu. Çıxıb bir nəfər buna cavab verə bilmir. Amma beyətə gəldikdə isə bu da vəhabilərin uydurduqları yalandan başqa bir şey deyil. Tarixə baxsanız, tarix kitablarına gözəl şəkildə məlum İmam Əli əleyhissalam tək qalıb, köməksiz qalıb, güzəşt eləyib, haqqından keçib, Peyğəmbərin sallallahu aleyhi və aleyhi qabaqcadan verdiyi məsləhət əsasında sadəcə haqqından keçib. Heç döyüşlərində belə iştirak eləməyib onların ki, bunu biz ötən bəhsdə İbn Teymiyədən dəlil gətirib göstərdi. Elə bu yalancı vəhabinin bəhsində qeyd etdik ki, onların döyüşlərində iştirak eləməyib. Heç bir rəsmi post tutmayıb. Heç bir icra başçısı belə olmayıb. Necə onları beyət eləyib, necə könül xoşluğu ilə beyət eləyib ki, bu işlərin heç birində iştirak eləməyib. Əli də əgər susursa, Əli də razıdır buna. Yox, əgər qorxurdusa başqa və ya deyirsə 30 il əmir gəlmişdi ki, qılıncını çıxartma. Necə yəni qılıncını çıxartma? O həmişə döyüşdə idi, qılınc heç öz qabına girmirdi. Həmişə döyüşdə idi. Həm Əbu Bəkirin vaxtında, həm Ömərin vaxtında, həm Osmanın vaxtında. Əl-Fətavə Əl-Kubra kitabına müraciət edirik. İbn Teymiyənin kitabı Təhqiq Mustafa Abdülqadir Əta. Darul Kutub el-İlmiyyə tərəfindən çap olunan nüsxə. 4-cü cildə müraciət edirik. Səhifə 413. İbn Teymiyyə deyir ki, və cəmi'ul hurubilləti hadaraha Aliyyun radiyallahu anhu ba'də vəfati Rasulillahi sallallahu aleyhi və alih thələthətü hurubin. Deyir ki, İmam Əlinin, Allah ondan razı olsun aleyhisselam, iştirak etdiyi bütün döyüşlərin hamısı, yəni bütün döyüşlərdə ki, İmam Əli əleyhisselam iştirak edib Peyğəmbərin vəfatından sonra 3 dənə döyüşdü. Əl-Cəməlu və Sıffeyn, yaxud Saffeyn və Hərbu Əhlin Nəhrivan. 3 dənə cəmisi döyüşdə iştirak edib. Əl-Cəməlu, Cəməl döyüşü, və Sıffeyn, yaxud və Saffeyn, Siffeyn döyüşü və Hərbu Əhlin Nəhrivan. Nəhrivan əhli ilə olan müharibə. Vallahu a'ləm. Hətta belə bir sualla Vəhabi saytı olan islamqa.info saytına müraciət ediblər. Sual veriblər ki, həl şərəkə Aliyyun radiyallahu anhu fi hurubi riddə. Əli əleyhissalam riddə savaşında İmam Əli əleyhissalam iştirak edib yoxsa yox? Cavabda deyir, əl-cəvabu la na'lamu ənə Aliyyən radiyallahu anhu qad şərəkə fi hurubi riddə. Deyir, biz bilmirik ki, İmam Əli əleyhissalam o döyüşdə iştirak edib. Və ləm nəqif alə xəbərin sahihin yədullu alə həzə. Biz buna dəlalət edən səhih bir xəbərin üzərində dayanmamışıq. Yəni səhih bir rivayət xəbər tapmamışıq. Sonra deyir, bəl qalə Şeyxülislam İbn Teymiyyə. İbn Teymiyyə, Şeyxülislam İbn Teymiyyə deyib ki, və cəmi'ul hurubilləti hadaraha Aliyyun radiyallahu anhu ba'də vəfati Rasulillahi sallallahu aleyhi və aleyhi və səlləm thələthətü hurubin. Peyğəmbərin vəfatından sonra İmam Əlinin əleyhissalam iştirak etdiyi döyüşlərin hər birisi cəmisi 3 dənə döyüşdü. Cəməl, Siffin və Nəhrivan döyüşü. Mənbə də gətirib Məcmu'l Fətava 4-cü cild səhifə 493-də. Və siz Buxariyə baxsanız 4240 rəqəmli rivayətdə, Müslimdə 1759 rəqəmli rivayətdə. Baxın, burada həmin məsələdir ki, xanım Zəhra sələmullah əleyha deyir, fəvəcədət Fatimətu alə Əbi Bəkrin fi zəlikə. Xanım Zəhra sələmullah əleyha bu barədə Əbu Bəkirə qəzəbləndi. Fəhəcərəthu, onu tərk etdi, getdi. Fələm tükəllimhu həttə tuvufiyyət. Ölənə qədər onu danışdırmadı. Və aşət bə'dən nəbiyyi sallallahu aleyhi və aleyhi və sələm 6 əşhur. Peyğəmbərdən sonra 6 ay yaşadı və ona özü namaz qıldırdı. Bunları deyəndən sonra deyir ki, وَلَمْ يَكُنْ يُبَايِعُ تِلْكَ الْأَشْهُرِ. Bu 6 ay müddətində İmam Əli əleyhissalam Əbu Bəkirə beyət eləmədi. Sual: Əbu Bəkir düz adamdırsa, xilafətə layiqlidirsə, İmam Əli əleyhissalam onu xilafətə layiqli bilirsə, niyə görə ona həmin anda beyət eləmir? Niyə 6 ay gözləyir? Fırlatmıyor, nə burada? Yox, xanımı ilə arada mübahisə düşmüşdü, xanımla baş qarışmışdı və s. Yox, bunlar boş şeylərdir. Müslim özü həmin oxuduğumuz bu məsələdə yazır ki, İmam Əli əleyhissalam
Və kana li Ali minan nas vechhun hayat Fatimə. İmam Əlinin əleyhissalam Fatimə sallallahu əleyhə sağ olan vaxtı hörməti var idi insanların arasında. Ondan sonra adamları azalır, tərəfdarları azalır, tək qalır. Və ora o vaxta qədər Müslim yazır ki, 6 ay ərzində beyət eləməyib. Nə yalandan deyirsən, Əbu Bəkirə beyət eləmişdi. Ona görə də bu Vəhabilər hey çalışırlar bu Buxari və Müslimin fırlatsınlar. Bu Vəhabilər yox, bunlar balaca Vəhabilərdir. Bunlar böyüklərindən, ustadlarından, şeyxlərindən, onlar da Buxariyə, Müslimə şərh yazan o İmam Nəvəvi olsun, İbn Həcər Əsqəlani olsun, ki hansı ki bunlar Allahın haqqında sifətlərdə Vəhabilər deyirlər ki, bu insanlar sifətdə azıblar. Amma əhlüsünnə alimləridirlər. Çünki onlar Vəhabilər kimi Allah enir, qalxır, əli var, qolu var deməyiblər. Nəvəvi hansı ki Müslimə şərh yazıb, İbn Həcər hansı ki Buxariyə şərh yazıb, Fəthül Bəri kitabını yazıb. Onlar belə bu məsələləri necə fırladıbsa, fırlada bilməyiblər. O ki qaldı Vəhabilərin şeyxləri olsun, Bin Baz, Useymin, o ki qaldı bizim balaca Vəhabilər olsun, alınlarında bir ləkədir. Heç vaxt bu ləkəni ata bilmirlər. Məcbur qalırlar fırlatsınlar ora-bura. Fırladanda da bu cür fırladan qövm adı onlara yapışır. Velhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin.